F10 almaq istəyən şəxslərə səslənirəm. Çox adam mənə gündəlik olaraq 10-15 nəfər zəng eləyir ki, qardaş, F10 tapmışam, gətirim yoxladaq. 2 dizel 22 min manata, 23 min manata. Hər zaman demişəm, yenə də deyirəm, qardaş, ucuz qiymətə çox nadir hallarla. Bəlkə də kimsə İraq olsun, gecə borca xərcə düşər, 35 mini maşını gecənə 25 minə verər. Bu başqa bir məsələ. Amma ki, təmiz maşının hər zaman demişəm ki, təmiz də qiyməti var. Yaxşı maşının qiyməti həmişə üstündədir. Bax, 2016-dır, F10'dur. Deməli, 2 dizeldir. Karekadır, 4 ədəd açarsı daxil olması var. Original LED farası, adaptiv LED farası var. Head-up displeyi var. Plus, nələri yoxdur ki, qırılan stenkası var. Alqı-satqı yoxlanışını eləyirik. 3 knopkadır. Gecə avtodanli verir, o rejimdə var. Və plus da ki, avtomobilin qabaq stenkalarının soyudanına kimi var. Yəni, mən hər gün alqı-satqı yoxlanış eləyirəm. Bir neçə maşınların çox nadir hal olur ki, ildə maksimum 2 maşın olar ki, mən görərəm ki, onların qabaq stenka soyuducusu var. Bir dənə mənim özüm müştərimdə var. Onda var F10'da 2 turbo benzin motordur. Onda qabaq stenka soyuducusu var. 2013'dür. Amma məsələ dizellə söhbət edirsə, yəni mən hələ heç bir dizeldə, yəni qabaq stenka soyuducusu F10 görməmişəm. Çox ideal maşındır. 128 min probeqi var. Yəni super variantdır da. Yəni həqiqətən də askı sistemindən tutmuş, mühərrikinə kimi hər bir şey yoxladıq. Necə lazımdır, yüksək səviyyədə. Bunların da hamısında mühərrikdə əsası antifriz sızması olur. Filtr korpusu, kitabça proklatkalarında problem olur. Və yaxınlaş bura. Damına bax. Motor içərisinə bax. Tərtəmiz. Bütün antifriz sistemi, bütün patrufkalar hamısı tərtəmiz, ideal vəziyyətdə. Askı sistemində, yəni bir şaravoyunda belə bir problem yox ki, deyək ki, bunun şaravoyunda yüngül lift var. Bir dənə cüzi problemi nədir? Arxa bagajı elektrondur bunda. Əllə qaldırıblar. O da nəsə orada aşıqqa verir. Blokunda problem olar. O da maksimum 150 manat xərci olsun. Elə böyük bir şey xərci olmaz. Bəlkə də tokunda problem var. Daha yüngül çıxa bilər. O bilinmir. Yəni, ümumən götürsək, qardaş, həqiqətən də salamat F10'dan söhbət edirsə, deyə budur. Salamat maşını, salamat qiyməti var və hər zamanda satanda da belə salamat maşın satasan. Ən azından biləsən ki, rahatlıqla maşın satırsan. Belə. Əgər siz də avtomobil almaq istəyirsinizsə, gətirin bizim servisə, necə lazımdır yoxlayaq, tam ideal vəziyyətdə, detaylı formada yoxlayaq və yaxud da ki, öz avtomobilinizi fərq eləmir. Gətirin, burada check-up yoxlanışını eləyək ki, görək sizin avtomobildə nə problemlər var. Təşəkkürlər, izləmədə qalın.